3, 2, 1. Salam. Deməli, çıxmışıq yola. Kız gelir. Evet. Qəribə seyirəm. Mutluyam. Tedirginəm. Yavaş-yavaş həyəcan gəlir. Valizim buradadır. Bagaja yerləşmədi. Bunlara görə. Görək nə olur. Geri aeroporta. Onun əzrim yatdan oturur elini gəlmişsin. Gəlmişsin. Görürsən niyə? Acaba. İlk sağda göstereceğim. Daha real. Saat 2'nin yarısıdır. 1 saat 1 saat çəkiləcək. Hə, bu arada orada düşəndə saat fərqi olacaq. Her bir saat geleceğim. Nazlı Hanım ondan sonra dikkat edemedim. 1 saat. İndi bakın yarısı, 3'ün yarısı falan çatacaq aeroporta, yoxlama falan 4-də samar. Ay Allah. Ay Allah. Olama. Çekmişe getirmiş sadece. 1 saat keçmişə gedəcəm. Biz şokda yox. Son atışdırmalıqlardır. Məncə Türkiyədə bundan yoxdur. Nədir? Tutqu var səndə Türkiyədə. Tutqu var səndə Türkiyədə. Ha, bu Türkiye'nin dostları. Ben de heyvanlığıma ait türlü ait ama. Mən yox mu ordadır? Sən sokun, al bir dənə. Çatdıq aeroporta. Burada külək var, plus yağış yağır biraz. Qeydiyyat nömrəsi 10-16 arasıdır. Projektlərdir, mən Pegasus'la gedirəm. Gedək tapaq. Aylin maşında yatıp qalmışdı, o yatmışır yazmışlar. Uçağın kalkıyor bak bak. Gedirik yoxlanışa. Samadamı orada koydum, bir de özümden daşımadım. Uşaqlar samadan gedir. Yey, getir. Həll elədik. İndi 3-cü mərtəbəyə çıxmalıyıq. Bilmirəm niyə. Görək nə olur. Dostlar, tiketimi götürdüm. Şu indi bir dənə saat 4-5 dəqiqə sonra girişim başlayır. Amma yenə gemi şəkli falan çəkdirim. Sonra gələk samolyota. Qorxuram. Heyecanlıyım. Niyə belə oldu? Həm çox heyecanlıyım, amma həm də heç heyecanlı deyiləm. Çox qəribə hiss edirəm özümü. Amma bir tərəfdən də heç inanmağım gəlmir hələ də samolyota minəcəyimə. Ya Türkiyəyə getdiyimə falan. Yəni, çünki yarım il falan əvvəl bunun xəyalını qururdum. Ya çox belə uzaq bir gerçəkliymiş kimi gəldi. Amma indi 1 saat sonra həmin samolyotda olacağam. Neyse. Mən lağa qoyur. Sanki çox tepki verilmişəm kimi, amma mənə görə çox normal. Bu arada kombinin nasıl? Bence olay. Hem rahat olsun hem şık. Bence güzel. Mama gedirlər. Dediler. Sağ olun. Bayaqlarım onlar orada dayananda mən onları görmüşdüm, sağollaşmışdım. Ana! Çox yox. Amma bir daha bir sonraki ola bilər. Böyle niye oldu şey? Hiç ben olmağını gözlemledim. Çocuğum akacak. Mama şey oldu, ona göre pis oldum. Dir geldi ev. Türkiye evcedeydi, orada da yazıştı. Neyse, gedək 25'ti. Kapatılacaq, indi qalacaq çöldə. Ağlamağa vaxt deyil. Hələ pəncərə qabağı olmadığını bilmirəm. Özəyilə belirtməmişdim pəncərə bu qırağı almaq istəyib istəmədiyimi. Gedə görə hara düşmüşük. Allah bilir, ən küncə düşmüşəm də yəni. Gəldim, qapını tapdım. Üstələ qapı deyəsəm açılmayıb. Gözlənir.
Gözləyək. Çıxsın, gedək oturaq yerimizə. Görürsən, o qədər bəxtim gətirər ki, pəncərə qırağa düşsün. Məncə gətirməyəcək. İçəri girdik. Daruşka dedim ama adam bilmirəm nədir. Amma avtobusla getmirik. Ara ilə gedəcək. Ay, heyecanlıyım. Şey samolyota minirəm. Samolyotdayım. Posta işte. Kanser yandırma var. Posta bilmem hiç samolyota kanseri olur mu olmaz. Çok istəyəcəm. Çantasını kan falan koydular yukarı. Suyumu götürmək istədim. Düşdü, dedi ki, qalxaq sonra götürərsən. Mənim sən nə var? Mən ora gedəndə düşsəm danışacam, Azərbaycan danışacam. Çünki mənim düşsəm çox gülməli görsən. Onun üçün məncə mən Azərbaycan danışında yaşadım. Məncə öyle. Mama qorxdu ki, ilk qalxanda bir çox sirkələnir. Bir də onda qorxmasan, qalan hamısı əla keçəcəkdə. Düşünürəm ki, qorxaram. Qorxmaq deyən, yəni tiksinmək qorxmaqdan. Boyda atraksiyonlar edib qorxmayan mən. Qorxaram acaba. Çox lağ elədim, konserləri yandırdılar. Mustafa ayaqlar samolyotı qandırmayıblar, kodlamayıblar. Onun üçün konser işləməyib, işləyib konser. Xoşum gəldi. Her de burada olduğuma inanabilirim. Koridoru boş bırakacak şekilde önünüzdeki koltuğun altına veya başüstü dolaplara yerleştiriniz. Elektronik cihazlar uçuş modunda kullanılabilir. Şimdi lütfen tüm elektronik cihazlarınızı uçuş moduna alın. Uçuş modu bulunmayan cihazlar uçuş boyunca tamamen kapatılmalıdır. Laptop gibi daha büyük elektronik cihazlar iniş ve kalkışta kapalı olarak çantanızda muhafaza edilmelidir. Elektronik cihazlar uçuş esnasında şarj edilmelidir. Taşınabilir elektronik düşmüşük. Valizin gəlməyini gözləyirəm. Poçtayla bizimkinə vaxt var. Yəni gözləmədələr o birisi. Başqa şəhərdən gələnlərin kimi uşaq. Yolda 1 saat falan deyəsən yatdım. Nibisiz nə oyanmışam. O yerə düşəndə tak belə sirkələnməyə oyanmışam. Dedim, nə oluyor lan? Düşüyor muyuz acaba? Nəysə. Amma sağ-salamat gəldik, düşdük. Mədinəyə zəng elədim ki, düşmüşəm. Dedi, çıxışda səni gözləyirəm. Mədinə mən burada qalar əfqəmdir. Çıxanda onunla bir yerdə Bursaya gedəcək. Hələ də tam fərqində deyiləm Türkiyədə olduğumun. Biraz qəribədir. Bunu vlogda hər nüansda deyəcəm çünki qəribədir yəni. Hətta samolyotda bir ara maketdə falan olduğum belə düşünürdüm də o dərəcə gərsək gəlmirdi. Valizimi də aldım. Elimde valizim İstanbul. Ben evlenirim kalamamdı. Geldik Bursa'ya bilet almaya. Sıra bekliyoruz. Of, her din alabilmeliyiz. Ben hatta sakladım. Biz şimdi biletleri aldık. Bursa için böyle bir şeyler verdiler. Böyle. Yok böyle. Saat 9'a aldık. Hə. 9'un yarısı 8:30. 9'un yarısı da yəni 8:30. Hə, 9'un yarısı Bursaya getdi. Avtobusumuz qalxacaq. Hələ 1 saatımız var ona deyə gəldik. Qoğal aldıq. Başımızı aldıq, yemək yedik. Bəli. Şübhəli. Yorulduq. Bir də keçəcək qeybət. Amma biz əsla evdə oturmayacağıq. Gəzməyə çalışacağıq. Of, 1 saat, 2 saat mən yatmışam. Yarım saat, 1 saat yolda o yatıb. Arkadaşlar, Aha. vlog çəkmək üçün məncə daha ideal bir seçimimiz var. Sırf bunu vlog çəkmək üçün. Tamam, keçir yola dostlar. Hayır, bununla devam edelim. Bu yana. Ama olsun. Biz söz seçmeyiz orada. Merhaba arkadaşlar. Bugün vlog başladı. Məzun gəldiyi ilk gündür. İlk gün 10 dəqiqə gəldi. Şu an İstanbul'dayız. Bursa'ya gidiyoruz.
Bu kadar iyiydi. İndi simit sayında oturmuşuq. Biraz kahvaltı Bütün hər harancazın şeyi seçəcəyik bu arada. Seçək. Mədinə 10 gün Bursa turu yapıyoruz arkadaşlar. Mədinə mənə qəşəng planla hazırlayıb deyirəm. Yani bu planlar 4 gün falan. 5. gün evde yatırır. Mən dedi ki, Qəşqvan demə. Qoy sürpriz olsun. Çok kaşak planlarım var dostlar. İnşallah o 5-ci gün evdə yaxlar. İnşallah. Yetişti sen şimdi sen. Amma elə benim cümlə söyləyəcəm. Merhabalar. Merhaba. O fazla Türkçe zarfatı ses turuncalı. Mən bu Azərbaycan göz düşənləri yüksək program oxuyuram. Daha sonra özüm ərcəndəsində istəyirəm. İlk kendime deneydim ama hoca öğretmiş. Sən də öyrəşmirsən, amma mən onu bir ayda öyrəşən mən adam mümkün deyil elə bir şey. Ya öğreşersin. Hatta Azerbaycan'da da sen Gerbecan'da. Hakikaten ben Azerbaycan'da ben Gerbecan. Məndə o da olacaq. 3 ay hər yerdə ancaq onu danışırlar. Azərbaycan üstündə danışırlar. Bu arada Azerbaycan çaldım. Yani Lınla. 25 falan. Yaramazı. Sən başa qalın. Mən gəlmişəm bu Türkçədən. Gerizekalı. Dostlar, bizim vaxtımız gəldi. Biz bize millik. İstanbul. Evet, şimdi bizim ne kadar yolumuz var? 2 saat. 2 saat o kadardan o tarafa bas. O da 1 saat. Çünkü dün esaslarıyla demiştim. Oo 3 saat. Biz şimdi 9-12'ye tutarız. Şu an 9'a çıkacaktık. 11-12 kişi evde var. Tamam. Sonra mı göremedim sizinle bu an? Bir de burada Dayna dostlaştık. Bize çocuklar falan değildi. No. Arkadaşlar, çocuklar. Bu arada çok tatlımışdılar. Ben böyle bir şeyler danışıkları tapışıyorum. Ben de bilirim. Aa ne geçen bilmedi be. Hamsi böyle değil. Ama öyle dans öyle değil yani. Niye öyle Adı söylüyorsun? gerçekler arkadaşlar. Niye nasıl mı görürsen? Bu presit olmasa biraz beğen. Yani indi işlem sen de çok şeyler mi? Ya bu çok şeylememiş alındı. Ama bu arada hələ də dərk eləməmişəm burada olduğumu. Yəni belə Of ne? Bursa'mız öyle dərk eləyəcəksən. Ders eləyəsən her şey. Ya həqiqətən mən bir qəlbəyəm. Hələ fərqində deyiləm Türkçədə olduğumu. Amma Türkçədəyəm və Artık başka bir ülkedesen. Yani şehir falan, Xatmaz falan ki ölçü değiştirirsen artık. Dünən bu akla Xatmazdaydın. hələ ağaçdır real bu arada. Fatmazdaydım. Mədinə birinci kursun axırında idi ki, bunlar əvvəl. Yayda Azərbaycana gələndə mən aparmışdım o Fatmaza. Bir həftə falan yaxın bizdə qalmışdı babacığım. Niye ciddi Xatmaz'a? Hə? Niye Fındıq ciddi? yığmaq. Fındık yığmaq demiştik. Düzələnləri baba ilə getmişəm sağollaşmağa. Baba deyir ki, hara gəlirsən də kim gəlib şey eləyəcək? Deyirəm Mədinə. Deyir, hansı o gəlib bizdə qalır? Deyirəm, hə, o qız bir salam deyərsən. Deyir, o gəlib bizdə 5 gün qalmış. Sən necə belə 2 ay qalırsın? Deyirəm, abi baba, indi elə deyil də. Məsələn, sən indi birazını bilirsən, yandırmıyorsan deyə çoxunu danışmırsan. İşte dostlar, necədə danışdıqlarımız taxaq. Evet, o zamanlar arkadaşlar. 3 saat keçirdik. Bursa səsində güzel yer. Soğuk var. Biz indik. Evet, yürüyoruz şu an. Ama bir yatmışız. Bir yatmışız. İşte Azerbaycan'da kesin olan Türkçe danışmalarım yoksa Azerbaycan'da. Şimdi karıştıralım alem buradan birbirinden. Yani Məddən yarısı ki, Azərbaycanda filmi hansına çevirsinler. Ama birisi var, birisi var. Yeni yiyecek. Şimdi maçta binəcəyik. Hardasa 1 saat falan yol gedərik. Daha hızlı Avtobusda süre bilər. yedik. Ondan sonra zaten çatmış olacağıq. Gözüm çıxdı. Oradan da bir daha avtobusa binəcəyik ama Ay Allah. maalesef. Nasıl oldu? Ne böyüdü diye böyle çok aktarma var. Hə. Yani Bursa'nın bir uzundan diğer uzuna 200 saatte gedebilirsen. Yani elə bir İstanbul'a gelirsen, şehir değiştirsen. Yani Bursa aslında çok büyük bir şehirdir. Sen təsəvvür mən İstanbulda nə edəcəm?
İstanbul həqiqətən dəlixanadır. Vay. Məncə üstəsinə gələ bilərik. Həll eləyəcək. Neyse, biz sizə xəbər eləyəcək. Bye. Dostlar, bu akşam planım qurur. Burası turistə danışır. Dostların hamısı turistə danışacaq. Özüm də İstanbul kimi seyirdim. Və canım belə eləyir sevəcəksən. Ne düşünüyorsun? Gelir misin? Hangisine gitsek gelirsin? Görəyin oynatacaq bu gün başımızı. Dostlar, biz uzun... Biz geldik sonunda. Bax, buradan yadımızda saxlayırıq. Pet Shop'dan düz üzbəyiz olan binadır. Bunun ən başındakı 5-ci mərtəbədir. 1, 2, 3, 4, 5. 5-ci mərtəbəyə qalxacağız. Çalış kölə. Çalış. İşlədir məni. Neyse, təzə gəlibdə. Biraz da görəcəm denəyəcək. Buradan bizi bıraxacaqlar. Sen bırakmayacaqlar. Mən bıraxmayacaqlar. Aa, aşağıda qalın. Teşekkür ederiz. Teşekkür ederiz. Buranın şifrəsi 1357 kare. 1, 3, 5, 7 kare. 1, 3, 5, 7 kare. Ha, tamam, teş ədədlər. Tamam. Onda şifrəsi var, onu da deyirəm. Söndürmürəm. Aha. Gözün şifrəndisini sonra söndürüm. Bizim blok bu. Aha. Evlərin çox səliqəli deyə belə yaradılışı deyim, tikişliyim. Güzel. 99 20. 99 19 20 99 19 20. Gel. Aa, bu nədir? Bazı gaz kılıçlı camlara koyma. Yoxsa bizim kimi gəlib şeyə qoymurlar qapıya. Evet, bu kız artık Bursa'da. Bu kız beni öldürür. Neyse, evimize gel kalırım. Of, Yıllar gerek sonra yok. falan. Gedirik indi, birinci sumkaları boşaldırıq, yemək yeyirik, qaçırıq gəzməyə. Deməli, tapşırıq 1. Özümüzə dəftər alacaq, xatirə dəftəri, gündəlik yazmaq, yapışdırmaq falan filan. Tapşırıq 2. Mağazaları gəzəcəyik, çünki ayaqqabıya ehtiyacımız var. Bu ayaqqabına mən ölərəm. Başqa da ayaqqabı gətirməmişəm, ağırdır deyə. Şo, biz çatdıq. Qorxuram. Niye bu? Kokular geliyor, kokular geliyor. Nasıl yani? Nasıl kokular geliyor? Aa, biraz bunun bir şey var. Pis kız. Telefona girmeyeyim. Merhabalar. Öyle yeni mən də işləyərəm də səni. Ama bunu bilirəm yani. İşte. Mən eləyim işləməyəcək, baxın görün. Qonaq çox sevir bu arada. Gəlmə. Qonaqlarım var deyə səninlə oynayacaq hər gün. Burası sonu. Dostlar, hələ təzə gəlmişik. Mədnənin otağına girib şey eləyə bilmirik, zor kəşf eləyə bilmirik. Sonra biz o otağa girib kəşf edəcəyik. Evet, oda turu yapıyoruz arkadaşlar. Şurası giriş. Giriş. Sonra- Burada yatağı var. Evet, burada yatağım. Səliqəlidir dostlar, ona görə göstər. Sonra Sonra hemen burada, gözür kameranı çevirim. Sonra burada şurada kedi. kedisinin evi var. yuvası. Ay bak, burada yemeği yemeği var. var. Burada biz Burada varız. biz varız. Aa, Biraz dağınık olabilir. bunu bilmiyordum. Böyle bir şeyler var. Sonra bu kıyafet İçine dolabı. atmıyoruz. Atmıyor, getir. Burada ben pantolonumdu. Buranın seçimi. Bura güzel. Burası favori yerim. Buralar da geçen benziyor. Bunun arkası Oo. da full belədir. Bunun arkası. Bu normalde bu taraftaydı. Dan Bunun da da bunun dan. arkası full şeydi ama kapanmış şu an. Sonra İçeriden buradaki kedinin bir şeyler var. tuvalet. Söylemek istediğim bir şey var Burada mı? ben varım. Ben. Söylemek Orada istediğim. da sen varsın. Aa ya şapşal. Bu kadar. Artık belediye işçisiyim. Polis. Polis yiyor. Bunca yenilem arada böyle hava atıramam ya falan. Nerede şu an? Cəzirəm. Polis anla. Evler cəzirəm. Her şey anket sünceden de. Bu da anket tabletinde. Qapını öyrənməyə merhaba efendim falan eləyirəm. Sağlar verim. Bu kadar iyi. Sağ ol. Sağ ol.
Biz indi geri məndən çalışdırmağa, bizə yemək versin. İşlədir. Sonra Neyse, sonra bugün bədi, yəni sabah bu işləyəcək. ola bilər ihtimallər daxilində qorxuram çünki nəsə qət demək. Kim istəyirəm? Önəmli biriymiş kimi. Evet dostlar, Mədnə Mən bizə səsən. ümumi də. Mədnə bizə süt atsın. Hamısını mən pişirmişəm. Evə gələn o videonun əvvəlində amma qoxunu hiss eləyib gəldiyimiz zaman da yəni ki. Oralar kəsin. Əsla. Burada yenə yolda konuşanlara baxırdıq, onun davamını qoyduq. Baxırıq. Yəni yemək Yeyib qaçırıq. Gidiyoruz gezmələrə. Buradan da təmiz hava gəlir. Buna baxın nə qəşəng bəzəyiblər. Yəni biz əgər Sumqayıtda olsaq əslində belə şeylər eləməliyik də yəni ki. Nəysə dostlar, bir də yemək yeyək. Acıq. Sağ olun. Dostlar, şu an saat 5'dir, 6'ya işləyib. Biz nəfəsi güncəlləyəndə saat 2 idi səfərlərimizə. Sonra biz getdik, hazırlaşaq, çıxaq, gedək biraz alışveriş edək. Gördük ki, Yoxumuz gəlir. Dedik ki 1 saat yazaq. Amma 1 saat. saat 2'də demişik bunu. Sizə nə oldu? 5'in yarısı ayağım. 2 saat yarım yatmışıq. Heç sən, yatmışıq. Durduq, yarım saat hazırlaşdıq, çıxdıq. İndi hara gedirik? İndi Mudanya gedirik dəniz qırağına. Balık ekmek yiyeceğiz. Bir de mide yiyeceğiz. Bir də kokoreç yeyəcəyik. Oha, onu kokoreçle balık ekmeği aynı anda yesen partlamaya falan düşebilirsin. Hə, onda midyə ilə balık ekmek yeyəcəyik. Kokoreçi başka bir cümle saklayabiliriz. Ya da balık ekmek yemeyip kokoreç de yiyebilirsin. Yox, balık ekmek yeməliyik. Şo, biz gedirik. Orada yeni güncəlləyəcəyik. Güncellemeler olacak. Yolda bir avtobusda yaşayacağıq. Buradan üniversiteden Mudanya'ya. Tamam. Çileye. Çöldə külək var, ona görə danışıb çıxırıq ki, küləkdən işdirməyəcək. Şo, biz getdik. Bay bay. Bu kız beni kampüs kafeye getirdi. Kampüs kafe ne lan? Anlat. Üniversitenin içinde bir kafe. İşte bura ilk durak olduğu için Türkçe anlatın. Bura ilk durak olduğu için işte burada oturuyorlar, sigara içiyorlar, kahve içiyorlar veya işte su içiyorlar. Bekliyorlar otobüslerini. Bizim senden geldiğimiz otobüs H1 veya 93 şeye gelir. Terminale gidir. Yani oradan da uçakla bir yere gelirler. Ancak burada ilk durak olduğu için gözlüyorlar ve bir saat arayla falan gelir o otobüs. O yüzden buranı yani geçer falan eləyiblər. İnternete falan var hatta. Tamam, indi Her burada. şey var. Bir de yurtların yanı olduğu için daha çok böyle bir yer eləyiblər ki, yurtlardan nəsə lazım olanda bir de başka bir yere gitmesine, Görükləyə, bizim yaşadığımız yere gelmeye məcburiyyətində. Ancaq bura eləyiblər ki, ama sigaret satmırlar. Üniversitet içinde sigaret satmırlar. Yani heç yerdə sigaret satmırlar. O beğendim. Şimdi biz buradan bir şeyler alacağız. Çünkü bir saat yolumuz var daha. Ama Türkçe çok normal gəlir bir anda. Şaşırdım. Bu yani ekran çevirim. Ne? Buna yok da bizim orada. Ya, var ama İçmişəm mən dostlar. Mən linç məncə var, amma ki içməmişəm, heç vaxt içməmişəm. Al ondan içim. Özü qəribəsindən aldı baxın. Geçen Oo, drakon oldu. Oo, tamam. Ejder meyvesi. Ejder meyvesi. Şey, Drakon. çikolata falan istiyorsan. Aa, nəfəs qazandım. Başarabilirsin. İşte. Mədlən arkadaşı geldi dostlar. İnşallah dışlamaz. Ha, yok böyle olup içebilmedim. Dur. Al. Başarılı. Oo, tatlıymış. Biz işte yaxşı. Bizde Natura'nın qarşı meyvəsi var ya. Bir tık onun gibi. I like. Kapsam. Bu arka kameranın, ön kameranın seçeneği. Al ters. Bye. Dostlar, biz geldik düştüğün avtobustan. Balık ekmek yemeye gidiyoruz. Burada 2 tane yeni kızlarımız var.
İsimlerinizi söyler misiniz? Nida. Evet. Tanıştığımıza memnun oldum tekrar. Ben de Medine. Evet, şimdi geri yemeğime. Balık ekmek yemeye gidiyor oraya. Sonra da midye yemeye gidiyor oraya. Külək var, bir dənə dənizin dalğası var, indi çəkəcəm. Yəni Aa, çox wow bir şey səhnəcik var da burada. I like. Abi. Çok ıslandınız mı? Evet. Oh. Çox riskli qalxdı. Bəs onlar orada yaş olmur, niyə orada dayanıblar? Zövq alırlar İstanbuldan. Ben istimem. Manyaklar. Neyse. Aa. Bir garsonluk geçmişi var galiba sizde. Galiba. Bu kızlar. Soğansız kimin? Aa ben soğansız yedim ama sormadım. Evet arkadaşlar. Bu fırsatı dişleyirik. Bak bunu nasıl dişleyebilirim? Güzel. Beğendim. Lezzetli ya. Buranın yanında da Soğansız o söylemeyi unuttuğu için şu duruma bakar mısın? 2 saat bunları ayırdı. Dayıya bakın ne qəşəng şey deyib. Satış eləyir, amma çox ikon görsənir də yəni. Dostlar, gəldik belə dəniz qırağına oturduq. Dəniz çox dalğalıdır. Bu da qəşəng bir qız var burada. Bu dənizin bu qədər dalğalı olmağına biz necə çiməcəyik burada heç bir fikrim yoxdur. 2 gün sonra bu dənizin çimməyə gəlmə fikrimiz var bizim. Gruza düşmək istəyirik biraz. İtiqlı. Ne? Arkadaşlar böyle bir yer bulduk. Böyle xana çəkirlər. Şimdi seçay elətdirəcək. Mən belə bir şey istəyirəm əlimə. Aynen biz de buna baktık zaten. Aynen. Böyle bir etrafı var. Ben Mudanya kısmına gelmiştim. Burası daha güzel. Daha sakin. Sakine baksana bir. Ama diğer yerler çok kalabalık. O yüzden tamam. Bunun bir farklı formasını aldım. Magnet olarak. Burada şöyle çamlar falan var da burada da böyle. Ama ben bunu beğendim. Yiyeceğim nasıl yiyeceğim? Kaldı yukarı görünüyor. Şöyle çıkar. Çıkar direkt çıkar. Sonra şunu şöyle kaşıklıyormuşsun gibi alıyorsun. Şuraya. Güzel. Güzel mi şurada? Okeydi. Gerçekten güzelmiş. Görünce de şuna göre daha iyi. Çok yemeği olmaz yani. 3 taneyle kapatalım. Üçüncü. Güzel. Beğendim. Aynen. Dedik storylerden sonra biz hamur düşmüşüm gibi. Çok gariban bir yolculuk. Ama eğlencesi orada. Medine. Görünmüyor mu oğlum? Neyse. Şimdi nereye dönüyoruz? Dönümüzün adı ne? Kampüs kafe. Tamam. Şu an kampüs kafeye gidiyoruz. Bayaqlarım su aldığımız yer var ki orada. Oradan sonrası Allah kərim tələşi desin evə getməyəcək. İnşallah görünür raport, qapı qaranlıq. Dostlar, əlimdə xana var idi. Bunun burası sürtmüşəm xalvarına. 2 günündə düşüb falan. Burada da var. Bak ki bunu təmizləyə bilərik. Yoxsa düşmüş havam heyf olur.
necə qəşəng şey idi. Quruduğum üçün geziyordum. Buna bax hələ. İnşallah ki düzəlir. Şimdi otobüsteydik, tamam mı? Oturuyoruz biz. Bu da tek başına ayaktaydı sanırım. Çocuğa çarptı mı? Nasıl oldu? Çocuğa çarpmış. Sonra dönüp deyip ki bağışlayın. Pardon deme yerine bağışlayın deyip. Burada da bağışlayın şey için mi olur? Bağışlayın hazretlerim falan olur. Bize danışır. Cəmmə deyir ki, bağışlayın nə deməkdir, bağışlayın nə deməkdir, deyirəm pardon deməkdir. Hə deyir, bayaqlar bir də uşağa bağışlayın dedim, mən dedim bağışlayın hazretlerim. Yəni universitet. 23-24 yaşı olardı. Sevgisi də yanında, bağışlayın, bağışlayın. Belə elədi keçsin yanında. Bu da mən var qoydu, bağışlayın hazır. İndi haraca elədik? İndi elə Fransız görüklə də. 4 nəfər olsa okey oynayarıq, amma 3 nəfərik. Arkadaşlar biz geldik. Bizim yeni bağımlılık kapısı. Aynen ya. Onun yemeğine bakar mısınız? Kendisi biraz acıkmış da. Biz acıkmadığımız için böyle bir şey yeniden içmek kararı aldık. Ben bu yeni çıkarttım. Hani bu şey diyeyim ben, kapıdan. Arkasını da değiştim. Oğlum bu yetmiyor. Hı, çıktı. Neyse məlumatlandırma keçəcəkdim, yadımdan düşün edəcəyim. Hə, düşdük. Hə, maşqdan düşdük. Nəzrinində Yürüyüş Parkı diye bir park var burada. Sırf gezməkdə, yəni oturmaq olmaz. Ne oturmak da olur. Oraya parasam, oranın vibe'ı biraz farklıdır. Nasıl farklı? Nasıl farklı? Bunu anlatırım. Ya Ceyersin kimi düşünün ama Ceyersin alakası yok. Sadece vibe olarak. Anladım. Zaten seçer Nazın orası öyle bir. Aynen. Saat şu an 11. Saati göster. 22:40. Bizim son otobüsümüz. 1 saat 20 dakikamız var daha. Son otobüse kadar gitmek yok. Of düşseme. İkimiz 4 tane Evet bu kadar. Günün sonuna yakınlaşırız. İnşallah çatdırsam bu gün bu videoyu editleyip paylaşacağım. İnandınız mı? Ben inanmadım. Ben inandım. Ben özümü güvənirəm. Gece yatmayıp. Eləyərəm bu arada. Bu arada məsələ bilirsiniz nədir? Kapak fotoğrafı üçün bir dənə ayaqüstü şəklim yox. Yan seçtirdiğiniz şaşırma. Ayaqüstü deyirəm. Yəni onsuz məcbur qoydum, başqa şəklimiz yox. Ona görə sabah bu qız gəyməm şəkilləmişəm. Həm də o boyda düşəcək, postlatmadan mı gedir? Ayıb olsun. Yiyip. Biri çok fena acıkmış. Neyse, bakalım. Of bu gittikçe daha kötü oluyor. Bu ne lan? Şimdi vibe'ına bakar mısınız? Bayıldım. Dediği yer belədir. Fərqli vibe'da dediği hamı şeylerle oturup ona göre böyle geri ben. Oğlum bu nasıl voleybol? Bir nasıl voleybol oynamamalı? Benim voleybol olur. Bunlara bak. Sarhoşum, acı çeker gibi kölesi olmuşum kavga et. Affet diyen kim, ezgeç diyen kim, aşktan çeker kim bilir. Dostlar paltarımın iç günü deyəndə buna baxın. Bu şalvarımın günü. Koftam da buradan iç günündədir. Yəni ki, bu nədir? Ay Allah, evsizlər gəl. Real evsizlər oxşuram bu arada. Əlimi cəbi yumalıyam falan. Yorulduk. Aynen. Yəni necə eləmiş ola bilərsən? Yəni bu əl bura necə gedib çıxıb? Yalnızlar Sor beni. yalan aşklar anlatırken. Bəli dostlar, saat 12'ye qalıb 10 dəqiqə falan. 28-i gün bitir.
Biz de bir 10 dəqiqə maksimum evə çatırsak. 10 dəqiqə, 2 dəqiqə evdəyik, evi görürük. Evet. Bugün Kendimi tanıyacağım. Bugün hər şey əla, mükəmməl, yorğunluğu, xoşbəxtliyi, əyləncəsi, dejavusu falan hər şey əla. Bir dənə paltarımın ütücünü onun evi cümdə göstərəcəm. Ve biz çekirdek kola yapacağız birazdan. Böyük ihtimal oradan da qısa bir kəsit qoyub sonra bitirərəm. Bunu axıra qoyaram, o hissəni qoyaram əvvələ. Yəni bir dənə paltarımın bu xınaya görə pis günə düşməyini çıxmaq şərtilə bir dənə belə cüzi mənfisi belə olmayıb günün. Əla, buna görə Sırıtıyorum. buna görə mən təşəkkür edirəm. Sonra ailəmə təşəkkür edirəm mənə bu şansı yaratdıqları üçün. İnşallah indi sabahdan etibarən görək nələr gələcək başımıza. Aa, bunlar nerede? Hələ bu ilk gün idi belə xoş gümrah keçdi. Normalda insan ilk gün biraz ölürləşə bilməz, qəribə gələr falan. Nazlı'nın nere bütün neçeyli burada yaşıyorum benden Bir də Türkçə danışmaq belə çox şeyimə gəlir. Hələ tuta bilməmişəm tempin. Həll eləyəcəm onda yavaş-yavaş. Bir hafta geçirse öğreteceğim Nazlı'na. Belə görüşərik inşallah bu video birinci günü 12 saat mı, 18 saat mı belə bir mühit elədi bu video. Görüm indi nə qədər dəqiqə çıxacaq. Bu günü burada bitiririk. İnşallah digər günlərin vloglarında görüşərik. Sağ olun.